podkastın nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin tarix müəllimi Hüseynova Aytən bugün sizlərlə Azərbaycanda Sovet milli siyasəti, Dağlıq Qarabağ Muxtar Vilayətinin və Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının yaradılması, Azərbaycanda sosialist yenidən qurmalar və onların nəticələri, həmçinin kütləvi repressiyalar haqqında məlumat əldə edəcəyik. Gəlin baxaq görək hələ ümumiyyətlə Azərbaycanda Sovet milli siyasəti nə idi? Uşaqlar, tarixə nəzər saldıqda görmək olar ki, 1920-ci il 28 aprel çevrilişindən sonra artıq Azərbaycan Sovet Rusiyasının tərkibinə daxil oldu. Nə yaradılır? Azərbaycan Sovet Sosialist Respublikası yaradılır. Azərbaycan Rusiyanın tərkibində olduğu bir müddətdə artıq Rusiyanın qoyduğu qayda qanunlarla getməli idi. Necə düşünək? Məsələn, Azərbaycanlılarda məhdudiyyətlər qoyulurdu. Həmin məhdudiyyətlər həm din baxımından, həm də dil baxımından bir tərəf mövqeyi daşıyırdı. Bundan əlavə, ümumiyyətlə Rus dili rəsmi dövlət dilini elan edilmişdi. Həmçinin mədrəsələr deyil də artıq Rus-Tatar məktəblərinə getmək daha da ön və aparıcı mövqeyi daşıyırdı. Ümumiyyətlə, Sovet milli siyasətindən başqa ermənilərin həmin dövrdə Azərbaycanda olan fəallıqlarından da danışmaq olar. Necə ki, ümumiyyətlə ermənilərin Azərbaycan ərazisinə məskən saldığı bir dövrdə onların Azərbaycanlılara qarşı ərazi iddiaları olduqca artmaqda idi. Bildiyiniz kimi, ermənilərin Azərbaycanlılara qarşı, ümumiyyətlə Azərbaycan torpağına qarşı olan ərazi iddiaları günü-gündən çoxalmış və onların Azərbaycan ərazisinə bir sıra basqınlarının, hücumlarının çoxalmasına gətirib çıxarmışdır. Tarixə nəzər saldıqda görmək olar ki, ermənilərin ən çox ərazi iddiası olduğu ərazilər Naxçıvan, Qarabağ və Zəngəzur bölgəsi olmuşdur. Gəlin tarixə nəzər salaq. Tarixə nəzər saldıqda nə görmək olar? 1918-ci il may ayının 28-də yaradılan Cumhuriyyət ermənilərin Qarabağa olan ərazi iddialarının əl çəkməsi üçün onlara İrəvan ərazisini güzəşt edir. İrəvanı güzəşt etmək əsas məqsədimiz nə idi? Onların Azərbaycan ərazisinə olan ərazi iddialarının qarşısının alınmasından ibarətdir. Ancaq ermənilər durmadılar. Yenidən Naxçıvana və Azərbaycan digər rayonlarına ərazi iddiaları oldu və həmçinin onların hücumlarının, talanlarının daha çoxalmağa başladı. Qeyd etmək olar ki, daha çox Naxçıvan ərazisinə olan hücumların qarşısının alınması məqsədi ilə həmçinin müdafiə üçün bir ordu belə yaradılmışdır. Tarix bizə bunu deyir ki, Veysel Paşanın ordusu belə Naxçıvanı müdafiə etmək üçün məhz Naxçıvana gəlmiş və ermənilərin hücumunun qarşısını almaq üçün bir sıra tədbirlərə əl atılmışdır. Lakin Naxçıvana ərazi iddiaları bunun gələcəkdə fəsadlarını bizə göstərirdi. Artıq Naxçıvana bir muxtariyyət lazım idi. Buna görə də bir sıra müqavilələr imzalanmağa başladı. Həmin müqavilələr Moskva və Qars müqavilələri olmuşdu. 1921-ci il mart ayında Moskva, oktyabr ayında isə Qars müqaviləsi imzalanmışdı. Moskva müqaviləsinə əsasən Naxçıvan üçüncü bir dövlətə güzəştə gedilə bilməzdi. Naxçıvan Azərbaycanın torpağı hesab olunurdu. Həmçinin Atatürkün dediyi kimi, Naxçıvan Türkün qapısıdır. Moskva sülh müqaviləsindən sonra artıq oktyabr ayında Qars müqaviləsi imzalanmışdı. Qars müqaviləsində isə Naxçıvanın muxtariyyət statusu təsis edilmişdi. Artıq Naxçıvana muxtariyyət verilə bilərdi və nəhayət 1924-cü il fevral ayının 9-da Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaradıldı. Naxçıvanımız muxtariyyət əldə elədi. Lakin Naxçıvanın muxtariyyət əldə edilməsi ermənilərin basqınlarını bir qədər ləngitsə də onların ərazi iddialarını yenidən ləngitmədi. Bunu qeyd edə bilərəm ki, 1929-1930-cu illərdə artıq Naxçıvan ərazisində bir sıra basqınlar, yenə də talanlar çoxalmışdı. Meyli və onun ətraf əraziləri ermənilər tərəfindən işğal olundu və nəticə etibarilə Azərbaycan xəritəsində Naxçıvan Azərbaycandan ayrı düşdü və hal-hazırda həmin ərazilər də erməni işğalı altındadır. Həmin ərazilər ermənilər tərəfindən zorla ələ keçirilmişdir. Naxçıvan Muxtar Respublikasında həmin dövrdə yaradılan vəziyyət eyni ilə Qarabağda da mövcuddur. Axı qeyd elədik, bizim mübahisəli ərazilərimiz Naxçıvan, Qarabağ və Zəngəzur vilayəti olmuşdur. Burada hansı nəticəyə gəlmək olar? Deməli, Naxçıvana muxtariyyət verilmişdirsə, Qarabağda da bir muxtar vilayət yaradılmalı idi. Həmin dövrdə Qarabağda vəziyyət bir qədər dəyişkən idi. Həmçinin orada komitələr də yaradılmışdı və Dağlıq Qarabağ həmin dövrdə iki yerə bölünürdü. Dağlıq Qarabağ və Düzən Qarabağ. Müasir dövrdə Dağlıq Qarabağ termini tamamilə ortadan qalxmışdı.
Qarabağa olan ərazi iddialarının və işğalların, həmçinin hücumların qarşısını almaq məqsədi ilə 1923-cü il 7 iyul tarixində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Peki, Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması Qarabağa olan bir sıra hücumların, bir sıra erməni ərazi iddialarının ləngitməsinə gətirib çıxartmışdır. İndi isə sizə sosialist yenidən qurmalar, o cümlədən həmin dövrün aqrar təsərrüfatı haqqında sizə məlumat vermək istəyirəm. Yəni, həmin dövrdə keçirilən aqrar yönümlü islahatlar. Əziz tələbələr, Azərbaycan Sovet Rusiyasının tərkibinə daxil olduqdan sonra eyni ilə Sovet diktaturası rejimində getməli idi. Çünki biz Sovet rejimindəydik. Nə yaradılır? İlk olaraq yaradılan rejimə biz deyirik hərbi kommunizm rejimi. Hərbi kommunizm rejimini ümumiyyətlə yaratmaqda əsas məqsəd bir növü kəndlilərin üzərinə qoyulan məsuliyyət deməkdir. Hərbi kommunizm rejimində artıq onların üzərinə ərzaq sapalağı adlanan bir siyasi tətbiq edilmişdir. Ərzaq sapalağı məndən nə istəyirdi? Ərzaq sapalağına əsasən kəndlinin əlində olan məhsul və onun qazancı tamamilə dövlətə getməli idi. Bu isə iqtisadiyyatın bir qədər zəifləməsinə, tamamilə onun çöküşünə, o cümlədən kəndlinin vəziyyətinin ağırlaşmasına gətirib çıxardacaqdı. Tarixə nəzər saldıqda görmək olar ki, belə halın mövcud olması gələcəkdə üsyanın yaradılması deməkdir. Artıq dövlətin özünün yeritdiyi siyasətə əsasən kəndli ağır vəziyyətdən çıxmalı idi. Ona görə hərbi kommunizm rejimi əhalini pis vəziyyətə saldığına görə yeni iqtisadi siyasətə keçirildi. Tarixdə yeni iqtisadi siyasət 1921-1925-ci illərdə hərf edirdi. Yeni iqtisadi siyasətə əsasən iqtisadiyyatın bir qədər dirçəldilməsinə və kəndlinin vəziyyətinin yaxşılaşdırılması ön plana çəkilirdi. Və yeni iqtisadi siyasət illərində o cümlədən bir sıra vergilər tətbiq edilməyə başladı. Bunlara biri də ərzaq vergisi idi. Ərzaq vergisinə əsasən kəndli əlində olan məhsulun hamısını deyil də bir hissəsini dövlətə verməli idi. Beləliklə bir hissəsini özündə saxlayıb güzəranını yaxşılaşdıra bilərdi. Bu isə əvvəlki rejimə, yəni hərbi kommunizm rejiminə nisbətən kəndlinin vəziyyəti bir qədər yaxşılaşmasına gətirib çıxardacaqdı. Bundan sonra ümumiyyətlə Sovet Rusiyasının tərkibində olduğumuz bir dönəmdə bir sıra planlar tətbiq edilməyə başlanmışdır. Məsələn, 1-ci 5 illik plan, 2-ci 5 illik plan. Bunların hamısı Azərbaycanın sənayesinin inkişafına gətirib çıxardacaqdı. Əsas məqsəd sənayenin inkişafı idi. Çünki iqtisadiyyatın və sənayenin inkişaf etməsi həm də Sovet Rusiyasının inkişafı baxımından olduqca önəmli idi. Azərbaycan Sovet Rusiyasının tərkibində idi və sənayeləşdirmə xətti ön plana çəkilir. Sənayeləşdirmə xətti 1925-ci ilin dekabrından etibarən ölkədə tətbiq edilməyə başladı. Düzdür, güclü sistem idi, ağır sistem idi və iqtisadi cəhətdən bizi irəli aparmalı idi. Ancaq olduqca ciddi olduğuna görə bir qədər onun mənfi xüsusiyyətləri də ön plana çıxmışdı. Ancaq iki sistemi müqayisə etmək lazımdır. Bunlardan biri də kollektivləşdirmə siyasəti. Kollektivləşdirmə siyasəti isə 30-cu illərdən olaraq tətbiq edilməyə başlamışdı. Kollektivləşdirmə rejimi sənayeləşdirmə rejimindən nə ilə fərqlənirdi? Əsas məqsəd qolçamaqları bir sinif kimi ləğv etməkdən ibarətdir. Bilirik ki, tarixdə qolçamaqlar və kəndlinin ümumiyyətlə kəndli nümayəndələrinin müxtəlif növləri mövcud olmuşdur. Bunlardan biri də qolçamaqlar olmuşdur. Qolçamaqlar nisbətən varlı kəndli idi. Kəndli varlanıb özünə bir belə deyim, obyekt götürə bilərdi və yaxud da özünə aid bir balans ola bilərdi. Bu isə dövlətin siyasətinə zidd idi. Ona görə 30-cu illərdən etibarən deməli, kollektivləşmə siyasəti tətbiq edildi və kollektivləşmə siyasətinin əsas məqsədi qolçamaqları bir sinif kimi ləğv etməkdən ibarət idi. Tarixdə buna həmçinin repressiyanın bir növü kimi də qiymətləndirilmişdir. Əziz tələbələr, tarixin ən hansı səhifələrindən biri də kütləvi repressiyalar olmuşdur. Kütləvi repressiyalar haqqında sizə geniş bir şəkildə məlumat vermək istəyirəm. Ümumiyyətlə, Sovet Rusiyasının tərkibinə daxil olduğumuz bir müddətdə təhsil baxımından, istərsə də ideoloji baxımından qarşımıza qoyulan bir məqsəd var idi. Sovet adamını formalaşdırmaq, Sovet insanını yaratmaq. Müəllimlərdən və şairlərimizdən o tələb olunurdu ki, gələcək nəslə, gələcək tələbələrə Sovet adamını formalaşdırsınlar, yəni Sovet insanını yaratsınlar. Şairin qələmində deyilirdi ki, Sovet Rusiyasını tərifləyən sözlər yazılsın, yəni həmin əsərlər onlara həvalə edilsin. Ancaq bizim şairlərimiz, möhtərəm yazıçılarımız bunu qəbul edəmədilər. Azərbaycan adamını formalaşdılar, Azərbaycancılıq ideyasını ön plana apardılar. Məhz bu səbəbdən onlar Sibirə sürgün olundu və ən ağır işgəncələrə məruz qalaraq güllələndilər, hətta ağır işgəncələrlə öldürüldülər.
Çox zaman susuz qaldılar, çox zaman az qaldılar, amma onlar heç vaxt öz ideallarından, öz amallarından əl çəkmədilər. Əziz tələbələr, mən sizə onu da qeyd edə bilərəm ki, bizim yazıçılarımız, bizim şairlərimiz üçün xüsusi düşərgələr yaradılmışdır. Həmin o düşərgələrdə də onlara ən ağır işgəncələr, ən ağır əzablar verilirdi. Hətta bəzən tarixdə onlara qulaq düşərgələri belə deyilirdi. Bizim Naxçıvanlımız, bizim möhtərəm yazıçımız, bizim doğma diyarımızın ziyalısı olan Hüseyn Cavidin nəşi də müasir dövründə Naxçıvandadır. Onun Naxçıvana gəlməsində 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin rolu böyük olmuşdur ki, onun özü şəxsən bu prosesin baş verməsində iştirak etmiş və Hüseyn Cavidin nəşini Sibirdən onun doğma yurduna Naxçıvana gətirmişdir. Və hal-hazırda onun adında bir türbədə var, Hüseyn Cavid türbəsi. Əziz tələbələr, ümid edirəm ki, dərsimiz sizin üçün maraqlı olar, sizin üçün önəmli nüanslara toxunduq. Diqqətiniz üçün təşəkkürlər. Gələn dərslərdə görüşənək.